Hamınıza salam. Bugün sizinlə birlikdə S++ 6-cı dərs keçəcəyik. Ötən dərsimizdə xatırlayırsınızsa biz do while keçmişdik və ondan əvvəlkində while və tipləri. Biz demişdik ki dövrün 3 dənə növü var. While, do while'ı biz sizinlə birlikdə keçdik. İndi isə bugün sizinlə for dövrünü keçəcəyik. For dövrüdə, yəni while'da, do while kimi nə qədər ki var. Yəni onun kodunda da. Amma bunun birazcık fərqliliklər var. Gəlin biz onun haqqında kod yazaq. Long A, B, C S, in, A, B. Sonra isə for'u qurmaq üçün for ya for yazılır. Necə deyiliksə. Mənası odur ki, nə qədər ki bunlar var deməkdir. Yəni nə qədər ki, məsəl üçün bura i də qoyaq. I dəyişək. Nə qədər ki i bərabər 0. Bu da yox, nə qədər ki i bərabər 0 yox. Burada bir istədiyimiz şey yazırıq. Dəyişənə məsələn for dövrünə başlayanda 0'a bərabər olsun. İlk kəs bu əmri yerinə yetirir, sonra bilirləmir. Sonra isə nöqtə vergül qoyuruq və nə qədər ki olacaq şeyimizi yazırıq. Nə qədər ki birdən kiçikdir. Sonra isə bir dənə daha nöqtə vergül qoyuruq və hər dəfə olacaq şeyi yazırıq. Bu elə bir ilk qiyməti seçir. İlk dəfə bu qiymətdən başlasın. Sonra baxır ki, nə qədər ki bu var, nə qədər ki bu olur, onu eləsin. Sonra isə burada istəsəz yaza bilərsiniz. Yəni, nə qədər ki bu varsa, bu da olsun. Kodun içine yazmadan. Birinci dəfə olmasın, ikinciden sonra olsun. Yəni, istəsəz bunu da yazmaya bilərsiniz, bunu da yazmaya bilərsiniz. Amma onda ancaq bu qalacaq. Onda while çevrilir üçün while'dan yazmaq daha yaxşıdır. Elədirsə kod. Əgər böylədirsə, for daha əlverişlidir. So for'da while və do while kimi bir də figur mötərizələr açılır. Gəlin burada biz i'yi a'ya bərabər edək. If əgər a cütdürsə c plus. Bu da demək ki, c'yi bir vahid atırıq. Bu da i'yi bir vahid atırıq deməkdir. Bu da c'mizi 0'a bərabər edək. Deyirik. Sonra isə axırda gəlir out C. Deməli, biz sizinlə birlikdə bir dənə kod yazmış oluq. Bu kodda long ABC i ədədləri var, i dəyişənləri var. Sonra isə AB dəyişəni daxil edilir. A'dan B'ye qədər bir dənə for dövrü qurulur. Həm yoxlanılır ki içində. Əgər A yox, bu səhv eləmişdik. i 2'ye bölünürsə, yəni A'dan B'ye gedən 2'ye bölünən ədəd, məsəl üçün bir dənə 2 ilə 4 daxil etmişsə bu 0 olacaq. 2 ilə 5 daxil etmişsə 4 olacaq. 4'e qədər heç nə etməyəcək. Üstə qalacaq. Burada ama biz bir dənə daha xat etmişik. Burada mötərizəyə burada baxmamışıq. Əgər etsə S'in üstünə gəlsin. Sonra ise axırda da S'i versin. Yəni nə qədər aralarında cüz ədəd olduğunu. İki, 4. 17 verəcək. Bu səbəbi oldu ki, c'yi 0'a bərabər etmədik. İki, 4. 1. Hə, çünki burada 2'yi də sayır. 2'yi sayılmaması için biz a plus 1 əlavə edə bilərik. O zaman yine B'yi de saymır, A'yı da saymır. İstəsə ikisini de saymasını edə bilərik. Onu edersek 2 verəcək cevabı.
2, 4, 2. Deməli, indi biz burada əgər elə ədədlər yazsaq. Yox, bu elə ədəd yoxdur ki. Əgər eyni ədəd yazmasaq. Cavab olunmasın. 1, 2 yazsaq da alınacaq. 1, 3 yazsaq da alınacaq. Bir dənə 1, 1 yazsaq məsəl üçün alınmayacaq. 2, 2 yazsaq yenə də 1 alınacaq. Bu kodda. Əgər bunu istəsəniz, tək ədədləri sayını tapmaq istəyirsinizsə, bura bərabərliyi silib sadəcə nida atırmalısınız. Əgər yox, cüt ədədlərin cəmini tapmaq istəyirsinizsə, S bərabərdir S plus I. O ədədin cəmini S'in üstünə yazır. Məsəl üçün 2, 4 yazsa 6 verəcək. Hayda. 24 ve 4 yazdık sadəcə. Birinci ədəd ikinciden böyük yazanda olmur. Yəni bu kodda olmur. Elmə mümkündür amma hələ keçməmişik. Onun gələn dərslərimizdə keçəcəyik. 6. Bu tək versiyasını düzəltək gəlin. Tək cəm olsun. İndi 3 verəcək. 2 ilə 4 yazsaq. Sizə bura S++ deyə bilərik. İndi 2 ilə 4 yazsaq 1 verəcək. Bu kodu while ilə yazmaq mümkündür. Əlbəttə ki, mümkündür. Bu kod onda sadəcə başqa cür edəcəyik. Sizə while ilə yazaq. Gəlin while'dan yazaq. While ilə yazmaq üçün bunları silirik. While. İkinci i'yi a'ya burada bərabər edirik. Belə yazmayanda belə etmək zorundayıq. Və i'yi də burada atırıq. Bir de burada atırıq. Burada cavab yenə alınacaq. İki 4, 24 və 42 arasında 9. Bugünlük dərsimiz bu qədər. Hələlik.